Size salam. Bugün sizinlə bir məchullu tənliklərə aid çalışmaların həllinə baxacağıq. Deməli, burada tənlikləri həll edin deyir. Tapşırıq birim məncə asandır. Amma yenə də yaza bilməyən şagirdlər üçün həllini yazaq. Deməli, baxırıq. Belə. Yazaq həllini birdən. X təgəl 6 bərabərdir 13 olarsa deyir. X-i necə taparıq? Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. X bərabərdir 7. Burada X 7 alacaq. İkincidə belə yazacağıq. Məchul azalanı tapmaq üçün fərqlə çıxılanı toplamaq lazımdır. Buradan da x'imiz nə olacaq? -1. X bərabərdir -1. Sonra üçüncüdə 8x-dan 7x-i çıxarsız bərabərliyin bir tərəfinə x-ları, digər tərəfinə isə ədədləri yığırıq. 12 də yerin dəyişdiyimizə görə 12-nin işarəsi də dəyişir. X bərabərdir neçə olur? 18-dən 12 çıxanda 6. Bərabərdir 6. Dördüncüdə x-lar bir tərəfə, ədədlər bir tərəfə keçəndə deməli 3 tam %65 burada olur 4x bərabərdir 8, x bərabər 8-i 4-ə 2. Burada da cavab 2-dir. Eyni qayda ilə davam edirik. 5-ciyə baxaq. 5-cidə 5y-dan 4y-ın yerini dəyişirik. Ona görə mənfi olur. 12-nin də yanına 4 keçirir. 4 orada mənfi olduğuna görə müsbət olur. Burada da qalır y bərabərdir 16. 16. Sonra davam edək. 6-cıda -8x 7x bərabərliyin bir tərəfinə keçiririk x-ları, digər tərəfinə ədədləri. Və görürük ki, burada -15x bərabərdir -5. Hər tərəfdən mənfini -1-ə vursaq, yəni mənfilər 60 olacaq. X bərabərdir 5 bölünsün 15. X bərabərdir 3-də 1. 3-də 1. Sonra davam edirik. Davam edirik 7 ilə. 7-də -4x 5x. X-lar bir tərəfə. 22 çıxılsın 17. Bu da o deməkdir ki, müsbət x bərabərdir 5. Sonra davam edirik. 8-də 9m-dən 8m çıxırıq. Bərabərdir. -10-dan da 5 çıxırıq. 9m-dən 8m m edir. -10-dan da 5 -15. M bərabərdir -15. İndi isə davam edirik. Sonra 9-cuda baxın y-ları bir baxacaq. 18y çıx 19y. 13 çıx 14. -y bərabərdir -1. Bu da hər tərəfdən mənfini atanda y bərabərdir 1. Sonra 10-cuda 16n 10n 11n daha doğrusu 10n. Çıxacaq 10n. 16-dan da çıxacaq 13'ü. M bərabərdir 3. 11-də k-lar bir tərəfə, ədədlər bir tərəfə. Burada olacaq k bərabərdir -5.
Burada 6x çıx 7x bərabərdir -5 üstə gəl 14. Bu da eləyir -x bərabərdir 9. X bərabərdir -9. Bu tapşırıq 1-in izahı idi. İndi keçək 2-yə baxaq. Tənliyin kökünü tapın. Tənliyin kökünü tapın, x-i tapın deməkdir. Burada da x-i tapacağıq. Belə demək olar 1 kimidir. Bəlkə belə idi uşaqlar. Yuxarıda 2-nin birincisini yazaq. Gəlin belə eləyək. Birinci. X-lar bir tərəfə, x çıxsın 7x. Ədədlər bir tərəfə. Bu olur -6x bərabərdir 12. X bərabərdir 12-ni -6-ya böləndə x bərabərdir -2. İkinciyə baxırıq. Y-lar bir tərəfə. 5y çıx 7y bərabərdir 16 çıx 14. -2y bərabərdir 2. Y bərabərdir 2-ni -2-yə böləndə -1. Davam edirik. 13. M'ləri bir tərəfə keçirik. -5m çıxılsın 6m bərabərdir 11 çıxılsın 13. Bu eləyir -11m bərabərdir -2. M bərabərdir -2-ni 11-ə böləndə işarələr gedir. Yəni mənfilər gedir, müsbət qalır. 11-də 2. Sonra davam edirik. 4-cü ilə. 4-cüdə 3x üstə gəl 4x. 9 üstə gəl 5. 7x bərabərdir 14. 14 də 7-yə bölünür. X bərabərdir 2. Sonra davam edirik. Burada 6x və 3x bərabərliyin bir tərəfinə. 6x üstə gəl 3x. 45 çıxılsın 15. 9x bərabərdir 30. X bərabərdir 30 böl 9. Yəni ki 3-ə ixtisar gedir. 3-də 10 deməkdir. Bu da x bərabərdir 3/3-də 1. 6-cıda 2x -2x olur. Çıxılsın 4x bərabərdir -6 çıxılsın 32. Bu da olur -6x bərabərdir -38. X bərabərdir 38-i 6-ya böləndə ixtisar gedir 3-də 19. Bu da o deməkdir ki 6/3-də 1. 7-də -15x bərabərdir 9-dan çıxacağıq 24-ü. Bu da eləyəcək -15x bərabərdir -15. X bərabərdir. Mənfini mənfiyə böləndə müsbət eləyir. 15-i bölük 15-ə. Bu olur 1. 8-də deməli 8-də necə eləyəcəyik uşaqlar? 4x x-ları bir tərəfə 12 çıxılsın 4. 2x bərabərdir 8. X bərabərdir 8 bölü 2 4. İkili yazda tənliyin həllər çoxluğunu. Həllər çoxluğunu necə tapırıq? Baxın. Bir-birinə vurulub 0 alınıb. Deməli bunlar ayrı-ayrılıqda 0-a bərabərdir ki, hasil də 0 alınıb. Yəni vuruqlardan biri 0 olanda hasil 0 olur qaydasına görə. Bunların hər birini ayrı-ayrılıqda 0-a bərabər edirik. Birinci x minus 6 bərabərdir 0. 3x bərabərdir 6 keçəndə bərabərliyin sağına -6 olur, müsbət 6. X də bərabərdir 6-nı 3-ə böləndə 2. Digər tərəfə baxırıq. X üstə gəl 4 bərabərdir 0.
X bərabər 4 keçir, -4. Deməli, həlləri -4 və 2. Bu cavabları ala bilər 2. Belə də x -4-dən 2 ala bilər. Sonra davam edirik. İkincidə yine ayrı-ayrı sıfıra bərabər götürəcəyik. 4 üstə gəl 5x bərabərdir 0. 5x bərabərdir -4. X bərabərdir -5'dir 4. Sonra 7x üstə gəl 22 bərabərdir 0. 7x bərabərdir -22. X bərabərdir -22 bölü 7. X bərabərdir -3 tam 7'də 1. Cevaplar -5'də 4 və -3 tam 7'də 1. Sonra devam edirik. Üçə baxacağıq. 3'də. Bunları yine ayrı-ayrı sıfıra bərabər götürürük. X bərabərdir -5. X bərabərdir 5. Və digər tərəfi 7x minus 6 bərabərdir 0. 7x bərabərdir 6. X bərabərdir 7'də 6. Deməli 2 dənə ədəd alır. 7'də 6 və 5. Aydın oldu yəqin. Sonra devam edirik. Sonra 4'də. Bunları ayrı-ayrı 0 götürürük. Yine devam edək. 5x üstə gəl 6 bərabərdir 0. 5x bərabərdir -6. X bərabərdir -5'də 6. Hmm. 2 tam 3'də 1. X bərabərdir 0. -2x bərabərdir -2 tam 3'də 1. X bərabərdir 2 tam 3'də 1. Bu olur -5'də 6. Bu olur 2 tam 3'də 1. Deməli belə 5-cidə. 5-cidə olacaq. 3 tam 10'da 3 x çıx 6 tam 10'da 6 bərabərdir 0. 3 tam 10'da 3 çıx bərabərdir 6 tam 10'da 6. X bərabərdir 6 tam 10'da 6 bölü 3 tam 10'da 3. X bərabərdir 2. Sonra devam edirik. 3'də 1 x üstə gəl 18'də 21 bərabərdir 0. Bu da eləyir 3'də 6 7 x bərabərdir 21'də 18. Bu da eləyir x bərabərdir 7x bərabərdir 21 bərabərdir 3 vurulsun 18. X bərabərdir 21 və baxaq görək başqa nə ixtisarlarımız var. Düzmü vurduq? Hə, burada bir dənə nəyi nəzərə almadıq? Mənfi olmağın. O mənfi olmağı problem deyil. Sonda mənfi götürə bilərik ədədi. X bərabərdir -49'da neçə aldı? 18. Yəni 2 və -49'da 18 aldı. Sonra 6-cıda baxaq. Uşaqlar 6'da
Ayrı-ayrı da yenə yazırıq. 2 tam onda 5 x bərabərdir 7 tam onda 5. X bərabərdir 7 tam onda 5 bölü 2 tam onda 5. X bərabərdir 3. X minus 4 bərabərdir 0. X bərabərdir 4. 2 dənə kök alındı. 3 və 4. X bərabərdir 3 və 4. İkisindən də 2 cavab alındı. Modul tənlikləri həll edin. Modul tənliklərin uşaqlar qaydası yadınızda saxlayın. Bərabərliyin bu bir tərəf. Baxın, əslində bu x bir dəfə mənfi və bir dəfə müsbət kimi çıxmalıdır. Yəni bir dəfə x bərabərdir 5,2, bir dəfə mənfi x bərabərdir 5,2. Amma mən belə yazmağı sevmirəm. Mən başqa üsulla gedirəm və eyni şeydir demək olar. Mən modulları yox, ədədi bir dəfə mənfi müsbət götürüb yazıram. Yəni əslində heç bir fərq yoxdur, eyni şeydir. Sadəcə mənim üçün rahat üsul budur. 5,2-ni bir dəfə müsbət və 5,2-ni bir dəfə mənfi götürəcəm. Vəssalam. İkincidə necə yazacağıq? Baxın, x-i bir dəfə 6,7, x-i bir dəfə də mənfi 6,7. Bir dəfə mənfisi, bir dəfə müsbəti. Burada moduldan mənfi çıxa bilməz. Yanlışdır. Bunu belə demək də, yanlış da deməyək, boş çoxluq deyək. Yəni, belə bir ədəd ola bilməz. X-dan mənfi çıxa bilməz. Burada da boş çoxluqdur. Mənfi gördünüz, heç hesablamırsınız. O boş çoxluqdur. Çaşdırmaq üçün veriblər. Sıfırdan onsuz da sıfırdır da. Yəni, sıfırda nə mənfi, nə müsbət. Ona görə 2x minus 6-nı 5-də. Baxın, elə 5-i bura yazaq. 2x minus 6-nı bərabər eləyəsiniz 0-a. O da bərabərdir 6-ya. X da buradan bərabərdir 3-ə. Sonra 3x plus 12-ni bərabər eləyəsiniz. Yəni, bunları atıb 0-a. Onda 3x bərabərdir mənfi 12. X bərabərdir mənfi 4. Sonra 4x plus 12-ni bərabər eləyəsiniz 0-a. Modullar atıb. 4x bərabərdir mənfi 2. X bərabərdir mənfi 4-də 2. O da ixtisar gedir. X bərabərdir mənfi 2-də 1. Burada x minus 3'ü modullar atıb bərabər eləsiniz 0-a. X bərabərdir 3. Davam edirik. Bayaq sizə dediyim kimi, modulun için bir dəfə mənfi, bir dəfə müsbət götürürük. Amma mən o üsuldansa, moduldan kənarda olan ədədi bir dəfə mənfi, bir dəfə müsbət götürüb həll etməyi daha asan bilirəm. Bərabərdir 10, bir dəfə müsbət halı ilə götürdük onu. 10 üstə gəl 8, 2x bərabərdir 18, x bərabərdir 18 bölü 2, x bərabərdir 9. Bu bir kökü. İndi isə İkinci halda isə uşaqlar bunu mənfi 10-a bərabər götürəcəyik. Mənfi 10. 2x bərabərdir mənfi 10. Üstə gəl 8. 2x bərabərdir mənfi 2. X bərabərdir mənfi 1. Deməli kökləri mənfi 1 və 9. 2 dənə qiymət aldı. Davam edirik. Sonra ikinciyə baxacağıq. İkincidə. Bir dəfə dedik müsbətinə. Bir dəfə də mənfisinə bərabər götürəcəyik. 18-in. 2x bərabərdir 6. X bərabərdir 6-nı 2-yə böləndə 3. Şimdi bunu bir dəfə də mənfi formasını götürək. Mənfi 18 çıx 12. 2x bərabərdir mənfi 30. X bərabərdir mənfi 32-yə böləndə mənfi 15. Mənfi 15 və 3 qiymətlərində. Sonra 3-də yenə bir dəfə mənfisi, bir dəfə müsbəti. Bərabərdir 24. 24 çıx 8. 16, x bərabərdir 16 bölü 4, x bərabərdir 4.
Bu müsbəti və bir dəfə də mənfisi. 4x bərabərdir mənfi 32. X bərabərdir mənfi 32 bölü 4. X bərabərdir mənfi 8. Burada bərabərdir 15. X bərabərdir 15 üstə gəl 13. X bərabərdir 28. Sonra x bərabərdir mənfi 15 üstə gəl 3. X bərabərdir mənfi 12. Mənfi 12 və 28 qiymətində. 6-ya baxaq. Hansı tənliyin həlli yoxdur? Hansı tənliyin həlli yoxdur? Bunu həll edərək bilə bilərik. Belə deyək. 8b-dən burada 3b çıxanda 5b bərabərdir 25 mənfi 25. B bərabərdir mənfi 5. Burada 3x bərabərdir 8 üstə gəl 7. 3x bərabərdir 15. 15'i de 3'e böləndə x olacaq 5. Sonra ikincidə mənfi 2a üstə gəl 2a. Baxın, a'lar bir tərəfə keçəndə 0 ola bilməz. Tənliyin belə deyək də a'lar bir tərəfə keçdiyinə görə burada həlli yoxdur. 2'nin həlli yoxdur. Burada 4x hər iki tərəfdə müsbətdir. Bərabərliyi keçəndə 4x minus 4x 0'a getdiyinə görə 5'də də həlli yoxdur. 2 və 5'də həlli yoxdur. Sonra 3'də var. 3'də də yoxdur. Çünki modulu, bunları boş çoxluq adlandıraq da. Moduludan mənfi çıxa bilməz. Bu da boş çoxluq. 2, 5, 3. Boş çoxluq. 6'da da həll olmayacaq. Niyə? 3x plus 5 modulda bərabərliyin solunda saxlasa 1 çıxılsın 4. O da mənfi 3 deməkdir. Moduldan mənfi çıxa bilməz. 6'nın da həlli yoxdur. İndi keçək baxaq. Neçəyə? 7'yə. 7'də deyir ki, tənliyin kökünü tapın. Uşaqlar, burada biz demişdik ki, moduldan bir dəfə mənfisi, bir dəfə müsbəti çıxır. Bunu belə də götürüb yazıb yoxlayaq görək bizə nə verir. Baxın, x minus 4 olduğu kimi saxlayaq. Hələ ki, x minus 6'nı da. Görürsünüz, x-lar bir tərəfə keçəndə 0'a gedir. Deməli, belə götürmək olmur. Bəs mənfisi ilə götürüb hesablayaq x minus 6'nı. X plus x olur. Mənfi 6 üstə gəl. Mənfi 6 deyil bu. Artıq müsbət alır. Bir dəqiqə bunu mən sizə izah edeyim. Deməli, bərabərliyin solu olduğu kimi qalsın. Sağın mənfi ilə çıxaraq. İndi baxaq. X-ları üstünə gəlik. X müsbət 6'ın üstünə mənfi 4'ü çevirəndə olur. 2x bərabərdir 10. X bərabərdir 12'yə böləndə 5. Həqiqətən də 5'dən 4 çıxanda 1, 5'dən 6 çıxanda mənfi 1. 5 aldıq. Və ya bir yolu da var. Hər iki tərəfi kvadrata yüksəldib bərabər etmək. Yəni ikinci yolu da var bu misalın. X minus 4'ün kvadratın bərabər eləmək x minus 6'nın kvadratına istəsəz. Belə də yaza bilərsiniz. 8x üstə gəl 16 bərabərdir. X kvadratı çıx 12x üstə gəl 36. Buradan x kvadratları getdi 0'a. 8x üstə gəl 12x 36 çıxılsın 16. Bu da eləyir 4x bərabərdir 20. X bərabərdir 20'ni 4'ə bölündə yenə 5 alınacaq. Fərqi yox idi. Onsuz da 5 alınacaq. Bu da ikinci üsuldur həll etməyin. İkinci üsulu. İkinci də sizə mən 2 üsul göstərdim. İkisini də kvadrata yüksəldib də tapa bilərsiniz. Bir dəfə mən gəl ikisini də elə kvadrata yüksəldib tapaq. X üstə gəl 2'nin kvadratı. X kvadratı üstə gəl 12x üstə gəl 36 bərabərdir. X kvadratı üstə gəl 4x üstə gəl 4. X kvadratları mənfi müsbət olacaq. Gedir 0'a. 12x çıx 4x 4 çıxılsın 36
Burada eləyir 8x bərabərdir mənfi 32. X bərabərdir mənfi 4. Mənfi 4'ü yerinə qoyanda, həqiqətən 6 ilə toplayanda 2. Mənfi 4'ü yerinə qoyanda 2 ilə toplayanda burada da 2. Deməli, x bərabərdir. Buradan mənfi 4 qiymətini alır. Davam edirik. Üçdə baxırıq. 3'də belə yazacağıq. 4x minus 3'ün kvadratı bərabərdir x minus 9'un kvadratı. 16x kvadratı çıxılsın 12 24x üstə gəl 9 bərabərdir x kvadratı çıxılsın 18x üstə gəl 81. X kvadratları mənfi müsbət yox getmir. Əksinə burada qalır. 15x kvadratı 24'dən 18 mənfi 6x 9 81 olur. 72 bərabərdir 0. Diskriminantçı ədədlərin diskriminantına görə 9 üstə gəl 72 ilə 15. Bu uzun həldir. Ən yaxşısı birinci üsul dedim ha sizə. Belə də yaza bilərsiniz. Diskriminantı tapıb, kökləri tapıb. Bunu amma uzun gedərsiniz uşaqlar. Bəs bir dənə yoxlamaq. Bunu olduğu kimi saxlayırıq 4x minus 3'ü. Bir dəfə x minus 9'un müsbətinə, bir dəfə də mənfisinə bərabər götürürük. 4x bu üsul daha sərf eləyir. Yəni hesablama baxımından bu rahatdır. 3x bərabərdir mənfi 6, x bərabərdir mənfi 2. Sonra bir mənfi 2 alacaq. X bərabərdir mənfi 2. Sonraki qiyməti bir dəfə də 4x minus 3'ü bərabər eləməli x minus 9'un mənfisinə. Bu olacaq 4x minus 3 mənfi x plus 9. 4x plus x bərabərdir 9 üstə gəl 3. 5x bərabərdir 12. X bərabərdir 12'ni 5'e böləndə 2,4. Burada tənasübə hələ baxarıq. Deməli, keçdik növbətiyə. 4-cü misalda da yenə eyni qayda bir dəfə mənfisin, bir dəfə müsbətin götürürük. 2x minus 3 bərabərdir x üstə gəl 10. 2x minus x bərabərdir 10 üstə gəl 3. X bərabərdir 13. Bir qiyməti 13'dür. Digəri isə x minus 3 bərabərdir mənfi x plus 10. 2x minus 3 bərabərdir mənfi x çıx 10. 2x plus x mənfi 10 üstə gəl 3. 3x bərabərdir mənfi 7. X bərabərdir mənfi 3'də 7 və ya mənfi 2,3'də 1. 5'ə baxaq. Bir dəfə müsbəti, bir dəfə də mənfisi. İndi müsbətin götürək. X çıx 3x bərabərdir 7 üstə gəl 5. 2x bərabərdir 12. X bərabərdir 12'ni 2'yə mənfi 6. Bir dəfə də bunun mənfisini götürəcəyik. Və burada x minus 5 bərabərdir mənfi 3x çıx 7. X plus 3x mənfi 7 plus 5. Bu olacaq 4x bərabərdir mənfi 2. X bərabərdir mənfi 0,5. 6-cının həllinə də baxaq. Və bu videomu da 6'nın həlli ilə baxaq. Görək nə verəcək bizə. Bir dəfə mənfi, bir dəfə müsbət. 5x minus 15 bərabərdir x minus 19. Hələ ki müsbət götürürük. 5x minus x bərabərdir mənfi 19 üstə gəl 15. 4x bərabərdir mənfi 4. X bərabərdir mənfi 4'ü 4'ə böləndə mənfi 1. Sonra davam edirik. İndi bir dəfə də mənfisini götürəcəyik.
5x çıx 15 bərabərdir mənfi x üstə gəl 19. 5x üstə gəl x 19 üstə gəl 15. Və burada 6x bərabərdir 34. X bərabərdir 34 böl 6. İxtisar gedir, qalır 3-də 17, 2-yə böləndə. Bu da olur x-dan. X bərabərdir 5 tam 3-də 2. 5 tam 3-də 2-yə bərabərdir. Qaldı uşaqlar 8, 9 və 10. Burada misallar 10-da mən bunların həllini başqa növbəti videomda sizlərə izahın vaxt baxımından indi çatdıra bilmirəm. Növbəti videoda izahları təqdim edəcəm. Zəhmət olmasa videonu bəyənməyi unutmayın. Videonu bəyənin ki, mən də həvəslənərək bütün bölmənin izahlarını sizə təqdim edim. Herkese salam. İndi isə 8-dən başlayaraq həllərə baxaq. Burada nə deyilir? Deyir ki, tənasüb yolu ilə tənliyi həll edin. Tənasüb yolu ilə, yəni çarpaz vuraraq demək istəyir. Çarpaz vururuq. Birincini onda belə yazacağıq. 2 vurulsun 5x üstə gəl 2 bərabərdir 4 vurulsun 3. Və 2-ni 5x-a vuran və ya belə də saxlaya bilərik. 5x üstə gəl 2-ni bərabərliyin bir tərəfində saxlayıb 4 vurulsun 3-ü 2-yə bölə bilərik. Və burada 4-dən 3, 2 ixtisar gedir. Olur 5x üstə gəl 2 bərabərdir. 2 vur 3. O da bərabərdir 6. Onda nə edəcəyik? 5x bərabərdir. 6-dan da çıxacaq 2-ni. 5x bərabərdir 4. Və x da bərabərdir 4 bölünsün 5. Yəni 5-də 4. Burada cavab 5-də 4-dür. Eyni qayda ilə davam edəcəyik 2-ni yazmağa. 2-də də çarpaz vuranda əslində sizə bir şey də öyrədim ki, yəni hesabı rahatlaşdırmaq üçün bərabərliyin o tərəf bu tərəfində surətlər ixtisar gedirsə apara bilərik. Eyni zamanda məxrəcləri də ixtisar aparmaq olur. Onsuz da bir-birinə çarpaz vurub böləndə ixtisar gedəcək. 5-dən onu burada ixtisar apara bilərik. 2. Onda olacaq ikincidə 2x üstə gəl 3 bərabərdir x üstə gəl 4 bölünsün 2. Bunu da 2-ni də çarpaz vuranda 2x üstə gəl 3-ə o da bərabər olacaq x üstə gəl 4-ə. 4x üstə gəl 6 bərabərdir x üstə gəl 4. 4x çıx x bərabərdir 4 çıxılsın 6-ya. Və görə hesablamamızda səhv etməmişik. Xeyr, olmayıb. 3x bərabərdir mənfi 2. X bərabərdir mənfi 3-də 2-yə. Bu belə. Yəqin aydın oldu. İndi isə 3-cüyə baxaq. 3-cüdə deməli, baxın çarpaz vuracağıq yenə. 5-i vuracağıq 8 minus 2x-a. 3-ü vuracağıq 2-yə. 8 minus 2x bərabərdir. 6 bölünsün 5. Belə yazmaq məsləhətdir. Yoxsa elə 5-i vuraq, yazaq. Bəlkə elə 5-i vurub yazaq mötərizənin içinə. Usta ixtisar getmir. 5-i vurub yazanda olur 40 çıxılsın 10x bərabərdir 6. 10x bərabərdir 40 çıxılsın 6. 10x bərabərdir 34. X bərabərdir 10-a böləndə 3/4. Bu da oldu 3-cünün cavabı. İndi isə davam edirik. 4-cü ilə. 4-cüdə 7x 4-ü vurmalıyıq 7x üstə gəl 6-ya. 3-ü də vurmalıyıq 3x minus 4-ə. Və burada 4-ü vuranda 28x üstə gəl 4-ü 6-ya 24. 3-ü 3-ə 9x çıxılsın 12. 28x-dan çıxacaq 9x-ın. Mənfi 12-dən çıxacaq 24-ü.
Burada olacaq 19x bərabərdir -36. Ədədlər tam bölünmədiyi üçün hesab şübhəsi yaranır. Mən də diqqətlə bir də baxım. Hə, demək ki, yəqin bölünmür da, belə alınmalıdır. 36-da 19, x bərabərdir. -1 tam 19-da 17. Bu da oldu 4-ün həlli. İndi isə 5-ə baxaq. Beşi də bir neçə saniyə gözləyin. Davam eləyəcəm 5-lə. İxtisarlar olanda hesab rahat olur. İndi ixtisar olmayanda da məcbur belə yazırıq. İndi burada çarpaz vuranda 5 vurulsun 5x üstə gəl 2 bərabərdir. 2 vurulsun 4 minus 7x. 5'i vuranda 25x üstə gəl 10. 2'ni vuranda 8 minus 14x. 25x çıxılsın, yox toplanılsın 14x. 8 çıxılsın 10. 39x bərabərdir -2. X bərabərdir -39'da 2. Bir də hesabla diqqətdən baxaq. Yox, səhv oxşamır. Səhv yoxdur. Bu qayda ilə hesablanacaq. Səhv yoxdur burada. Keçdik 6'ya baxmağa. 6'da mən demişdim məxrəclər məxrəclə məxrəc bərabərlik varsa ortada. Surətlə surəti ixtisar aparmaq olur. Burada qalır 2. Onda bölünsün 2 bərabərdir x. 3x üstə gəl 5 bərabərdir 2x. 3x minus 2x bərabərdir -5. X bərabərdir -5. Hə. Burada da oldu -5. İndi davam edirik. Bu neçənci idi? 8 idi. Bizə 9 lazımdır. 9'u tapaq bir dənə. Hə, 9 burada. Tənliyin kökünü tapın. Gəlin baxaq. Birincidə tənliyin kökünü tapın deyir. Ortaq məxrəc edirik. Bu 3 ilə 4'ü. 2x minus 3 çıxılsın. 3'ü 4'ə vururuq. 12x böl 4. Mən bayaq sizə demişdim, bərabərlik varsa o tərəf bu tərəf surəti və ya məxrəci ixtisar aparmaq olar. 2. Onda olacaq 2x-dan 12x çıxanda -12x çıxılsın 3 bölünsün 2 bərabərdir 5x üstə gəl 6. Çarpaz vuranda 12x çıxılsın 12 alınır. Üstə gəl 12 alınır. Sonra bərabərliyin bir tərəfinə keçirəndə 12x çıxılsın 12x. Burada səhv var mı? Haradasa bir baxaq diqqətdən. Deməli 2x sarı uşaqlar. Doğrudur, hamısı doğrudur. Burada 12x çıxılsın 3. Hə, heç bir problem yoxdur. Deməli 2'yə də vurduq. Keçdi bu tərəfə oldu. -20x bərabərdir 15. X bərabərdir -20'də 15. Bu da ixtisar gedir 5'ə. X bərabərdir -5'ə. 5'ə gedəndə 4'də 3'dür. 4'də 3. Aydın oldu yəqin. Bu birin həlli. İndi isə davam edirik. Deməli İndi isə davam edirik. 2'nin həlli ilə 2'də necə eləyəcəyik? 2'də yenə çıxmaq üçün bir-birlərindən ortaq məxrəc eləməliyik. 5'dən 6'ya ortaq məxrəc nədir? 30. 6'nı vuracağıq. X üstə gəl 14'ə. Çıxacağıq. 5'i vuracağıq. 5x üstə gəl 1'ə. Bu da bərabərdir 3. 6x üstə gəl 14. Çıxılsın 5x çıx 5. Bərabərdir 3 vur 30. 6x-dan 5x'in x üstə gəl 9 bərabərdir 90.
X bərabərdir 90 çıxılsın 9. X bərabərdir 81. Bir də baxırıq. Aha, burada səhv eləmişik. Yəni səhv etmişəm. Nəyi? İndi izah eləyəcəm. Çünki uşaqlar baxın 14-ü 6-ya vurmamışam. 14-ü 6-ya vuranda neçə olur? 4, 2 yadda 84. 84-dən də 5 çıxanda 79. 90-dan da 79 çıxanda 11. Bax, indi doğrudur. Üçüncüyə baxaq. Üçüncüdə 7 ilə 8-i ortaq 56 götürə bilərik. 56 götürə bilərik. 8 vurulsun 8x minus 3. Çıxılsın 7 vurulsun 3x plus 2. Bərabərdir 4-ə. 56, 8-i 8-ə 64. 64x çıx 24. Çıxılsın 21. X çıxılsın 14. 4 vurulsun 56. 64-dən 21 çıxanda neçə eləyir? 43x çıxılsın 38. Bərabərdir 4, 2 yadda 224. 43x bərabərdir 224. Üstəgəl 38. 43x bərabərdir 2, 262. X bərabərdir. 262-ni 43-ə bölmək olarmı? Tam bölünmür. Yəni bunu artıq özünüz hesaplayarsınız. Tam bölünmür. Mən bir daha yoxlayım görüm hesab səhv olubmu? 24. Deməli burada 21, 14. Hesab səhv olan oxşamır. Yoxdur. Hə, bir dənə 262-ni 43-ə bölmək sizə qalır. Yəni tam və kəsrə ayırmaq. Sonra 5-ə baxırıq. 5-də 2 ilə 3-ə uşaqlar ortaq məxrəcdə edə bilərsiniz. Və ya bərabərlik qoyub araya yaza bilərsiniz. Yəni fərqi yoxdur. Bərabərliyi də keçirə bilərsiniz. Yəni belə də yazmaq olar. 0 olduğuna görə. Bərabərdir 3x minus 6 bölünsün 3. Çarpaz vururuq. 3-ü 5x üstəgəl 1-ə. 2-ni isə 3x minus 6-ya. Olacaq 15x plus 3 bərabərdir 6x minus 12. 15x çıx 6x mənfi 12 çıx 3. Burada olur 9x bərabərdir mənfi 15. X bərabərdir mənfi 15 böl 9. İxtisar gedir. Mənfi 3-də 5. Bu da x bərabərdir mənfi 1 tam 3-də 2. Bəli, məncə aydın oldu. İndi 6-ya baxaq. Ortaq məxrəc neçə eləmək olar? Baxın, 5-dən 3-ə uşaqlar. Ortaq məxrəci 15 götürə bilərik. Onda 5-dən 3-ə 15 götürəcəksə yazaq. Belə davam edək. 15 5-i vuracağıq 4x minus 11-ə. Üstünə gələcək 3-ü vuracağıq 13 minus 2x-a. Bərabərdir mənfi 1. Oldu uşaqlar belə. İndi burada vurub açsaq. 5-i 4-ə 20x çıx 55. Üstə gəl 39 çıx 6x bərabərdir mənfi 1 vur 15. 20x-dan 6x çıxanda 14x çıxılsın 16 bərabərdir mənfi 15. Və 14x bərabərdir mənfi 15. Üstə gəl 16. 14x bərabərdir 1. X bərabərdir 14-də 1.
Bir də baxaq. 55, 39, 6 və çıxıldı, doğrudur. İndi isə davam edirik. Deməli, hardadır bu? Axırıncı misalla. Bir dəqiqə. Tənlikdən x-i tapın. Onda. Modul olduğuna görə uşaqlar bir dəfə mənfisini, bir dəfə müsbətin götürəcəyik. Yəni x minus 3-ü bir dəfə müsbət 5 kimi. X bərabərdir 5 üstə gəl 3. X bərabərdir 8. Bir dəfə də deyə bilərsiniz, müəllim, modul mənfi müsbət çıxır. Elə də çıxara bilərsiniz. Amma o fərq, mən bu tərəfi həmişə ədəd olanı çıxarıram. Yəni hesablamanı daha rahat edir deyə. Yəni elə də yazmaq olar, belə də yazmaq olar. Burada olacaq mənfi 5. X bərabərdir mənfi 5 üstə gəl 3. X bərabərdir mənfi 2. İkincidə mötərizədir, modul deyil. Onda belə yazılacaq. 2x minus 5. 5 üstə gəl 7. 2x minus 5 bərabərdir 12. 2x bərabərdir 12 üstə gəl 5. 2x bərabərdir 17. X bərabərdir 8,5. Üçüncüyə baxırıq. Üçüncüdə bunların hər birinin ayrı-ayrılıqda sıfıra bərabər götürürük. Çünki vuruqların biri sıfır olanda hasil sıfır olur. Deməli, bir dənə x-imiz 3-dür. Digəri isə mənfi 5-dir. Yəqin aydın oldu. Dördüncü də var. Dördüncüdə də ayrı-ayrılıqda vuruqları sıfıra bərabər edirik. Bərabərdir 0. 2x bərabərdir 7. X bərabərdir 7-ni 2-yə 3,5 böləndə. Sonra 3x minus 21-i də 0-a bərabər edirik. 3x bərabərdir 21. 21-i də 3-ə böləndə nə düşür? 7. Davam edirik. 5-ci ilə moduldadır. 5-ci. Belə yazacağıq. 15 minus 3x bərabərdir 2 çıxılsın 4. 15 minus 3x bərabərdir mənfi 2 ola bilməz. Moduldan mənfi çıxmır. Cavab orada boş çoxluq. Yəni x burada heç bir qiymət ala bilməz ki, mənfi çıxarsın. 6-ya baxırıq. 6-da amma uşaqlar. 6-da modulu qoyuruq bərabərliyin bir tərəfinə. 8 üstə gəl 3. 13 üstə gəl x bərabərdir 11. X bərabərdir 13. 11 çıxılsın 13. 11 çıxılsın 13. X bərabərdir mənfi 2. Burada cavab mənfi 2 olacaq 6-da. 7-yə baxaq. 7-də belə yazacağıq 7-ni. Modulda x bərabərdir 6 üstə gəl 14. Modulda x bərabərdir 20. Bu deməkdir ki, x bir dəfə müsbət, bir dəfə də mənfi 20 qiymət ala bilər. X1, x bir dəfə 20, bir dəfə də mənfi 20 qiymət ala bilər. 8 qalıb burada. 8-ə baxaq. Vurma olduğuna görə bu vuruqların hər biri ayrı-ayrılıqda sıfıra bərabər götürüləcək. Məsələn, x bərabərdir 0, x çıxılsın 4 bərabərdir 0-dan, x bərabərdir 4. Bir dənə ikinci qiymətdə alır x, 4 də ola bilər. Hətta 2x üstə gəl 13-dən, 2x bərabərdir mənfi 13, x bərabərdir mənfi 6-dan. Bu da olsun x3. 3 dənə qiymət alır. Sonra 9-a baxırıq. 9-da vurma olduğuna görə hər biri ayrı-ayrılıqda sıfıra bərabərdir. X birimiz 0-dır. 2x minus 3 bərabərdir 0. 2x bərabərdir 3. x2 bərabərdir 3 böl 2. x2 bərabərdir 1,5. Və x minus 17 də sıfıra bərabər götürülür. Bu x3 olur, bərabərdir 17. 10-cu da hər bir vuruq ayrı-ayrılıqda sıfıra bərabər götürülür.
Burada x1 bərabərdir 7. Sonra 2x minus 18 tam onda 5. 2x bərabərdir 18 tam onda 5. X bərabərdir 18 tam onda 5'i. Yəni bunu x2 adlandıraq. Böləndə 9 tam %25. 11'də moduldadır yenə. 3x minus 11 modulda qalır. Bir kənarda 24 çıxılsın 8. 3x minus 11 modulda qalır bərabərliyin bir tərəfində. 24'dən 18 çıxanda 16. Bu 3x minus 11 bir dəfə müsbət 6'ya, bir dəfə də mənfi 6'ya bərabər edib hesablayacaq. 3x bərabərdir 6 üstə gəl 11. 3x bərabərdir 17. 11 niyə götürürük bayaqdan? 10'dur. Mən niyə 11 yazıram? Burada yekun misaldır deyə tələsdim. Amma 11 yox 10'dur. Ədəd 10'dur. 11 deyə köçürmüşəm. 6 ilə 10, 16. X bərabərdir 16 böl 3. X bərabərdir 5 tam 3'də 1. Burada 3x bərabərdir mənfi 6 üstə gəl 10. 3x bərabərdir 4. X bərabərdir 1 tam 3'də 1.